Salam, axşamınız xeyir olsun. Deməli 2 gündür mənlə bir xanım uğraşırdı. Mənə əxlaqsız sözlər, paylaşımlar eləyirdi. Qaqasel səhifələri altında hərəkət eləyirdi başqa adamların əli ilə. Elə bildi tapılmayacaq, amma ki mən qanunumuza güvənirəm, Azərbaycan polisinə güvənirəm. Bizim mühafizəmizi, bizim necə deyim, haqlarımızı yalnız və yalnız Azərbaycan polisi təmin edə bilər. Çox şükür ki, yəni onu təmin etdi, min şükür. Xanım lazımı cəzanı alacaq. Bugün hansı cəza tərtib olur olsun, yəni polis ən gözəlini bilir. Azərbaycan polisi ən gözəlini bilir. Qanunsuz ölkə deyil, Azərbaycanda qanun var və biz bu günləri tezdəndən Lənkərana sırf həmin xanımın arxasınca gəlmişdik. Evinin yerini bilsək belə biz uşaq deyilik və ağılsız deyilik. Biz polisə müraciət elədik, polislə qapısına getdik və o polis maşınında polis şöbəsinə aparıldı. Orada ona nə tərtib olacaq, hansı cəzalar tərtib olunacaq, qanuna zidd olduğuna görə burada paylaşmıram. Amma hər adam bilsin ki, hər ağzından çıxartdığı sözə görə cavabdehdir. O və onun ailəsi cavabdehdir. Heç kəs yerdən çıxmayıb, heç kəs göbələk deyil, heç kəs sahibsiz deyil. Mənim birinci yoldaşım, sonra Azərbaycan polisi. Elə tədbir görüləcək. O qadın idi, elə başqa cür tədbir görüləcək. Onun içəridə başqa cür tədbir görüləcək. İndi hər nə görüləcək, onu burada mən paylaşmaq istəmirəm və üzrünü də istədi. Amma üzrdən əlavə ona qanuni şəkildə tədbir görüləcək ki, məni ölüm həddinə çatdırdı. Məni söyüşləri ilə, məni paylaşdığı videolarla ölüm həddinə çatdırıldı. Həmin Qaqasel səhifəni silib ortalıqdan itməklə deyil, siz çıxacaqsınız ortalığa, sizi tapacaqlar. Çünki mən dünən gecə saat 4-də ölümə təşrik olunmuşam sizin ucbatınızdan. Məni yoldaşım qutarıb. Yəni bundan belə hamı öz ağzına yəli getsin. Kim ağzından cüzi bir kəlmə çıxardarsa, mənim ailəmlə, mənim namusumla, qeyrətimlə bağlı bir kəlmə işlədərsə, onun arxasınca gedəcəm. Mən və arxamda Azərbaycan polisi var, həyat yoldaşım var. Ona görə hamı öz yerini bilsin. Mən sizə necə hörmət qoyuramsa, sizdən də o hörməti gözləyirəm. Qaqasel səhifəsi. Oldu gül səhifəsi. Niyə gül səhifəsi oldun sən? Niyə gül səhifəsi oldun? Qaqasel səhifəsi. Sən məni paylaşmışdın 2 gündür. Bu dövlətin qanunları var. Ağıllı ol. Dövlətin qanunları var. Qaqasel səhifəsi. Niyə gül səhifəsi qoyub paylaşımları sildin? Paylaşımları silməklə heç nə itmir. Bütün sübutlar, bütün paylaşımlar polisə müstəntiqə təqdim olundu.